Mən Ramiz Mehdiyevlə 30 ildən artıqdır ki tanışam. İlk tanışlığımız 1990-cı ildə baş verib. Özü də qeyri-rəsmi vəziyyətdə tanış olmuşuq. Belə ki, 1990-cı ildə deputat seçkiləri vaxtı tanışlığı yaranıb. Ondan sonraki dövrdə Yeni Azərbaycan Partiyasının yaradılması prosesində dəfələrlə ünsiyyətdə olmuşuq. 1995-ci ildə mən prezident administrasiyasına təyin olunandan sonra artıq birbaşa Ramiz Mehdiyevlə birlikdə işləmişik. Bu müddətdə də gün ərzində ən azı bir neçə dəfə ünsiyyətdə olmuşuq. Konkret nöqtə az məlumat verir ki, bu fikirləri prezident administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov səsləndirib. Əli Həsənov Ramiz Mehdiyevi dövlət və ictimai xadim kimi xarakterizə edib. Onun müsbət keyfiyyətlərindən danışıb. Mehdiyevdən dövlət idarəçiliyi və təfəkkürü ilə bağlı çox şey öyrəndiyini etiraf edib.